Uşaqlar, vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 10-cu sualın izahını verəcəm. Sualımız Pythona aid rahat bir sual nümunəsidir. Gəlin baxaq. Deməli, birinci şərtimizi yoxlayaq. A-ya, B-yə qiymətlər mənimsədilib. Qiymətləri yerinə qoyaraq ilk şərtimizi yoxlayırıq. Deməli, A neçədir? 25. Sual olunur. Deyir ki, 25-in bu hissə, belə dedə, bu işarə tam hissəni göstərir. Deyir ki, 25-in 7-yə bölünməsindən alınan tam hissə. Bu işarə isə fərqlidirmi deməkdir. Fərqlidirmi? Deyir ki, 25-in 7-yə bölünməsindən alınan tam hissə fərqlidirmi? B-nin, yəni 54-ün 7-yə bölünməsindən alınan qalıqdan. 25-in 7-yə bölünməsindən alınan tam hissə burada eləyəcək deməli 3. 54-ün 7-yə bölünməsindən alınan tam qalıq hissə isə eləyəcək 5. Yəni bir növ belədə 54-ü 7-yə bölündə 7 dəfə 7 eləyəcək 49. Burada qalacaq 5. İndi sual olunur. 3 fərqlidirmi 5-dən? Deyirəm ki, hə. O zaman əgər if şərt belə deyək ki, şərtinə, if şərt blokuna hə deyirəmsə, o zaman ifin daxilindəki bax bu əməliyyatı yerinə yetirirəm. Əməliyyat nədir? C bərabər 8 və C bərabərdir C plus, yəni 8 plus A-nın 8-ə bölünməsindən alınan qalıq. Yəni 25-in 8-ə bölünməsindən alınan qalıq. 3 dəfə 8 eləyəcək 24 qalıqda 1 qalacaq, 8 ilə 1 eləyəcək 9. C oldu 9. İfə hə dedim deyə LC-yə baxmıram. Gəlirəm alt-alta dayanan növbəti ifə. Burada deyir ki, A böyüdürmü C-dən? Yəni 25 böyüdürmü C-nin yeni qiyməti, yəni 9-dan. Və yazıram, əndə bir növ vurmadır da. Yazıram vurma, C, yəni 9 böyüdürmü B-dən, yəni 54-dən. Baxın, birinci hissəsinə hə deyirik, amma ikinci hissəsinə yox dediyimizə görə nəticə burada yox olacaq. Yəni false olacaq. Biz bilirik ki, AND operatorunun hər iki tərəfi ödənməlidir ki, biz buna hə deyək. O OR operatorudur ki, bir tərəf ödənib, bir tərəf ödənməsə belə hə deyə bilirik. Amma AND-də mütləq ki, hər iki tərəf ödənsin ki, biz ona true deyək, yəni hə deyək. Bu halda olacaq yox. Yox dediyi deyə bu hissə həll olunmayacaq, keçəcək elifə. İndi elifdəki şərti yoxlayaq. A 25, 25-in 10-a bölünməsindən alınan tam hissə, üzr istəyirəm, burada tamdır. Tam hissə böyüdürmü 7-dən? 25-in 10-a bölünməsindən alınan tam hissə eləyəcək 2. Sual olunur ki, 2 böyüdürmü 7-dən? Deyirəm ki, yox. Yox dedimsə bu hissəni də yerinə yetirmirəm, keçirəm LC-yə. LC-də nə yazılıb? C bərabər 10. Aha, C üçün yeni qiymət aldım. Artıq əvvəlki qiyməti unuduram. Gəlirəm bu növbəti hissədə C bərabər C minus A. Yəni C neçə oldu? 10. Çıxılmış A-nın qiyməti dəyişmir. A isə 25-dir. Burada deyiləcək, deməli, mənfi 15. Ümid edirəm, fikrim aydındır. Gəlin indi bunu Pythonda yoxlayaq. Aha, gəlin indi Pythonda yazaq. Deməli, proqramı yazdıq, run edirik. Bircə dəqiqə. Gördüyünüz kimi cavabımız burada, bircə dəqiqə. Cavabımız burada mənfi 15 olacaq. Bu qədər. Sağ olun. Allah amanında.